Qadın dünyanın ən gözəl, ən qiymətli varlığıdır. Bu cümlə boşuna deyilməyib. Gözəlliyimizi qoruyub saxlamaq isə elə bizim öz əlimizdədir. Məhz buna görə də gözəlliyimizin qədrini bilməli, hər zaman dərimizin qeydinə qalmalıyıq. Bunun üçün isə çox uzağa getmək lazım deyil. Şəhərin mərkəzində yerləşən Erlana Gözəllik Salonunda fəaliyyət göstərən kosmetoloq Tərənə xanım sizə bu işdə yaxından kömək edəcək. Qışın bu soyuq günlərində, şaxtalı günlərində xanımları ən çox narahat edən problemlərdən biri də onların dərilərinin həddindən artıq qurumalarıdır. Əlbəttə ki, dərinin qurumasını nəmləndirmək mümkündür. Lakin yaxşı olardı ki, onların dərilərini nəmləndirməzdən əvvəl onların dərilərini təmizləyək. Təmizlənmə prosedurası bütün yaşlarda xanımlara çox lazımlıdır və bizdə olan təmizlənmə prosedurası haqqında mən məlumat vermək istəyərdim. Təmizlənmə prosedurası bizdə ağrısız və stilli şəraitdə keçirilir. Belə ki, bütün instrumentlər bizdə lizoformin adlı maddədə saxlanılır və tamamilə müxtəlif infeksiyalardan, hepatit C, B infeksiyalarından tamamilə təcrid olunur. Belə ki, biz azon buxarı altında brasaj və vakuum vasitəsilə dərini təmizləyirik və ondan sonra dəri xeyli yumşalır və dəri nəfəs almağa başlayır. Artıq dəri nəfəs aldıqdan sonra isə biz deməli dərinin bütün müxtəlif problemlərini həll etməyə hazırlaşırıq. Təmizlənmə prosedurasında dəridə olan epidermis qatı, ölü hüceyrələr təmizlənir, qara nöqtələrdən təmizlənir dəri. Artıq təmiz dəri üzərində onun ləkələrini də aparmaq asandır və onu artıq bundan sonra mezoterapiya üsulları ilə, yəni müxtəlif gialuron turşusu tərkibli, müxtəlif kollagen, elastin tərkibli kokteyllardan istifadə edib dərini nəmləndirmək mümkündür. Əgər dərimizdə gənədən qalma ləkələr varsa, artıq onların bəzən dərilərdə nəzərə çarpır kapilyarların çox üzdə olması, biz onları da müalicə edə bilirik. Əgər dərimizdə cod tüklər varsa, biz onları da fotoepilyasiya üsulu ilə yox edə bilirik. Əgər tatuajdan qalma izlər varsa, biz onları çapıqsız şəkildə, yəni iz qoymadan dəridən apara bilirik. Sonra dəridə çoxlu pigment ləkələri və sızanaqlardan qalma ləkələr varsa, biz onları hələ də peeling üsulu ilə demək olar ki, çox az qalıb, vaxt az qalmış olsa da peeling üsulundan istifadə edərək onları apara bilirik. Əgər dəridə pigment ləkələri qalmışsa, müxtəlif sızanaqlardan qalma ləkələr qalmışsa, hələ də gec deyil. Peelinglərin vaxtı darlaşmasına baxmayaraq biz onları apara bilirik. Tərənə xanım tələbələrinin başına toplayaraq gənc qızlarımıza məsləhət verməyi də unutmadı. Bizdə tələbə kursları, qəbulu kursları da fəaliyyət göstərir. Belə ki, savadlı, cavan kadrlara çox ehtiyac olduğundan buyurub gənclərimiz gəlib, öyrənib bəhrələnə bilərlər. Həmçinin bütün kosmetoloji avadanlıqların da satışı bizdə mövcuddur. Əgər siz həm gözəl, bununla yanaşı təravətli dəriyə sahib olmaq istəyirsinizsə, mütləq Erlanaya gəlin.